Pasientimizdə yaş 50-yə yaxındır. Deməli, pasientdə var idi dərin qırışlar alın nahiyəsində, ağız ətrafı nahiyəsində, üzdə çökəkliklər, gözaltı deməli, nahiyənin altında həm qaralıq, həm çökəkliklər var idi. Biz pasientimizi başladıq təbii ki, hər zaman mən məsləhət gördüyüm kimi dəri müalicəsindən, yəni dərisini kollagen terapiya ilə başladıq. Daha sonra biz onu daha çox gialuron tərkibli preparatlarla nəmləndirdik. Alın qırışlarının içərisinə biorehabilitasiya etdik. Göz altına, göz altı işıq dolgusu, ağız ətrafına, ağız ətrafı dolgu. Burun nahiyəsində yüngül dikləşmə apardıq. Burun biraz aşağı nahiyədə idi. Hal-hazırda artıq 3-cü, 4-cü prosedurdur. Pasientin həm alın qırışları açılıb, həm burunun dikləşməsi müşahidə olunur, ağız ətrafı qırışların azalması, gözünün altında da rəngin açılması və qırışların azalmasını əldə etmişik. Dəyişikliyi özünüzdə görürsünüz. Evet. Xoşunuza gəlir. Süper.